Qarışıq turşu ya həftəbəcər, siz necə adlandırırsınız bu turşunu? Bizim evdə bu turşu o qədər sevilir ki, nə qədər hazırlasam da qışın sonuna içinə qalmır. Dedim, vaxtı keçməmiş hazırlayın. Bütün tərəvəzləri bol su ilə yaxşıca yudum. Sonra bibəri, göy pomidoru, yer kökünü, kələmi, bəzəkli bıçaqla, limonu isə adi bıçaqla fal-fal doğradım. Bu yerdə mənə dəstək olmaq üçün səhifəmə abunə olsanız sizə çox-çox minnətdar olaram. Videonu bəyəndinizsə bəyən düyməsinə basmağı da unutmuruq. Sonra tərəvəzləri sırayla balona doldurdum. Limonu, acı bibəri, sarımsağı, dəfnə yarpağını və zəfərini də unutmuruq. Limon turşunun daha da xırçıltılı olması üçündür. Daha sonra marinat hazırladım. 2 litr soyuq suya 2 stəkan sirkə, 6 xörək qaşığı yodsuz duz, 2 xörək qaşığı şəkər tozu, 2 çay qaşığı limon duzu əlavə edib yaxşıca qarışdırıb balonlara doldurdum. Siz bir bunların gözəlliyinə baxın. Dadını bilmək üçünsə mütləq hazırlamaq lazımdır. Eləyən hər kəsə nuş olsun.